kitabxanaları hansılardır? Qeyri-dövlət kitabxanaları hansılardır? Baxın, burada yazmışam, qeyd eləmişəm dövlət kitabxanalarını və qeyri-dövlət kitabxanalarını. Qeyri-dövlət kitabxanaları daha azdır. Cəmi 4 qeyri-dövlət kitabxanası var. Bunu da yadda saxlayaraq dövlət kitabxanasını tapa bilərsiniz və yaxud da ki, hər ikisini əzbər şəkildə yadda saxlaya bilərsiniz. Dövlət kitabxanalarına ilk növbədə Milli Kitabxana daxildir. Naxçıvan Muxtar Respublikasının Dövlət Kitabxanası daxildir. Şəhər, rayon, qəsəbə, kənd kitabxanaları, onların filialları və mərkəzləşdirilmiş MKS sistemi, yəni MKS-lər, mərkəzləşdirilmiş kitabxana sistemləri aiddir. Respublika əhəmiyyətli elmi sahibi kitabxanalara aiddir. Dövlət idarə, müəssisə və təşkilatların kitabxanaları daxildir. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası və onun filialları aiddir və dövlət təhsil müəssisələrinin kitabxanaları aiddir. Qeyri-dövlət kitabxanalarının isə bələdiyyə kitabxanaları, ictimai birliklərin kitabxanaları, özəl və digər kitabxanalar və xarici hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmiş kitabxanalar aiddir. Mən yenidən qanuna qayıtmaq istəyirəm. Baxın, burada biz 3-cü maddə haqqında danışdıq. Prinsiplər, vəzifələr, əsas istiqamətlərini saydıq. Ondan sonra kitabxana sisteminin təşkilinin əsasları bu haqqında məlumat verdik. Kitabxana sisteminin tərkibinə qeyri-dövlət və dövlət kitabxanaları daxildir. Onlar haqqında məlumat verdik. Gələk Milli Kitabxana. Dedik ki, Milli Kitabxana dövlət kitabxanasıdır. Milli Kitabxana nədir? Baxın, qeyd olunur. Milli Kitabxana Azərbaycan Respublikasında kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, milli nəşrləri, xarici ölkələrdə nəşr olunmuş Azərbaycan haqqında və Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə qiymətli və digər məlumat daşıyıcılarını toplayıb mühafizə edən milli mədəniyyət xəzinəsi və dövlət kitab saxlayıcıdır. Milli Kitabxana kitabxanaşünaslıq, biblioqrafiya və kitabşünaslıq sahəsində elmi tədqiqat işləri üzrə aparıcı müəssisə və əlaqələndirici, ölkənin bütün kitabxanaları üçün metodik mərkəz, oxuculara kompleks kitabxana biblioqrafiya və informasiya xidməti göstərmək, kitabxanalarınızda abonement, milli və tövsiyə biblioqrafiyası, beynəlxalq və ölkə daxili depozitar mərkəz funksiyalarını yerinə yetirir. Milli Kitabxana müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan əsasnaməyə uyğun fəaliyyət göstərir. Milli Kitabxananın fondu və əmlakı milli sərvət hesab olunan və xüsusi əhəmiyyətli obyekt kimi dövlət tərəfindən qorunur. Baxın, diqqətlə yadda saxlayın. Milli Kitabxananın fondu və əmlakı həm milli sərvət hesab olunur, həm də dövlət tərəfindən qorunur. Milli Kitabxananın statusuna malik olan kitabxanaların işçilərinin əmək haqlarına müvafiq əlavələr müəyyən edilir. Milli Kitabxananı ləğv etmək, mülkiyyət formasını dəyişmək qadağandır. Yəni, Milli Kitabxananı ləğv etmək də qadağandır, mülkiyyət formasını dəyişmək qadağandır. Milli Kitabxanaya əvəzsiz müddətsiz istifadə üçün qanunvericilikdə müəyyən olunmuş torpaq sahəsi verilə bilər. Bax, bunları yadda saxlayın, imtahana düşə bilər. Keçdik maddə 8-ə, Respublika əhəmiyyətli elmi sahibi kitabxanalar. Respublika əhəmiyyətli elmi sahibi kitabxanalar elm sahəsinə görə ixtisaslaşdırılan, milli və xarici ədəbiyyat fondlarına malik olan baş kitabxana biblioqrafiya və informasiya müəssisələridir. Respublika əhəmiyyətli elmi sahibi kitabxanalar müvafiq sayədə fəaliyyət göstərən digər kitabxanalar üçün informasiya, kitabxanaların abonement və metodiki mərkəz funksiyasını yerinə yetirir. Respublika əhəmiyyətli elmi sahibi kitabxanaların fəaliyyəti bu qanunla və digər qanunvericilik aktlarla tənzimlənir. Respublika əhəmiyyətli elmi sahibi kitabxanaların Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının və onun filiallarının, Bakı Dövlət Universitetinin kitabxanasının işçilərinin əmək haqlarına müvafiq əlavələr müəyyən edilir. Və Respublika əhəmiyyətli elmi sahibi kitabxanaların statusu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sonra maddə 9 kitabxanaların digər informasiya orqanları ilə əlaqələridir. Maddə 10 kitabxanaların yaradılması və yenidən təşkilidir. Dövlət və qeyri-dövlət kitabxanaları Azərbaycan Respublikasının qanunvericiliyinə müəyyən olunmuş qaydada yaradılır və yenidən təşkil olunur. Dövlət kitabxanalarının müvəqqəti olaraq köçürülməsi müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının razılıqla yol verilə bilər. Nə zaman? Təbii fəlakət olarsa, silahlı münaqişə olarsa, müharibə təhlükəsi olarsa və s. Yəni bunlar olarsa müvafiq icra hakimiyyəti orqanının razılığı ilə artıq
artıq dövlət kitabxanalarının köçürülməsinə yol verilir. Kitabxanaların özəlləşdirilməsi və icraya verilməsi tipindən, daxilçiliyindən asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən kitabxanaların özəlləşdirilməsi və icraya verilməsi profilinə müvafiq olaraq qanunvericiliyə uyğun həyata keçirilir. Biz burada birinci və ikinci fəsl haqqında məlumatlar verdik və onlara dair 10 sual hazırlamışam. Baxın, indi bu sualları yavaş-yavaş aşağı düşərək göstərəcəm ki, baxın, cavablarını şərh hissəsində qeyd eləyərsiniz. Düzgün və ya səhv olduğunu mən sizə cavab olaraq yazacağam. Ümid edirəm ki, bu izah sizin üçün faydalı oldu. Kitabxana iş haqqında qanun imtahan üçün əsas mövzulardan biridir. Dediyim kimi, ola bilsin ki, daha çox sual bu qanundan düşsün. Ona görə də yaxşı mənimsəmək vacibdir. Əgər suallarınız varsa, şərhdə yazın. Kanalıma abunə olmağı və videonu bəyənməyi unutmayın ki, daha çox insan bu dərslərdən faydalana bilsin və daha çox videolar çəkib paylaşım. İnşallah növbəti dərsdə görüşərik. Hələlik hər birinizə uğurlar.